Bugünkü video dərsimiz əmək ehtiyatları və əhalinin məşğulluğu barədədir. Ölkə əhalisinin əmək fəaliyyəti üçün zəruri fiziki inkişafa və sağlamlığa malik olan hissəsidir. Yəni biz bunu dedikdə bunu nəzərdə tuturuq. Əmək ehtiyatı cəmiyyətin, xalqın hərtərəfli inkişafı üçün nəzərdə tutulan əsas məhsuldar qüvvəsi hesab olunur. Və əmək ehtiyatının peşə göstəriciləri, onun sayı, dinamikası, təhsil səviyyəsi, bunların hər biri ölkənin və ayrı-ayrı regionların iqtisadi inkişaf göstəricilərini müəyyənləşdirir. Əmək ehtiyatlarının say dinamikası isə ölkənin sosial-iqtisadi inkişafının əsas amili hesab olunur. Və əmək qabiliyyətli əhalinin sayı müəyyən yaş çərçivəsi ilə məhdudlaşa bilir. Ölkənin əsas mütəhərrik hissəsi əmək ehtiyatı, əmək qabiliyyətli əhali hesab olunur. Və bunun üçün onun əsas fizioloji qabiliyyətli hissəsi, sağlam və fizioloji qabiliyyətli hissəsi nəzərdə tutulur. Əmək qabiliyyətli, ümumiyyətlə insanların əməyə münasibətinə görə, əhalinin əməyə münasibətinə görə əmək ehtiyatları 3 əsas qrupa bölünür. Bunlar əsas hissəsi təbii ki, əmək qabiliyyətli əhalidir. Lakin hər bir ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olaraq bunların dinamikası və yaş səviyyəsi də dəyişə bilir. Belə ki, əsas hissənin, əmək ehtiyatının əsas hissəsini əmək qabiliyyətli əhali təşkil etməsinə baxmayaraq, bir çox dövlətlərdə bunun göstəriciləri daha aşağı və 20 yaş yuxarı ilə limitlənə bilir. Bir çox ölkələrdə aşağı limit ümumiyyətlə nisbətən stabil qalsa da, yuxarı limit müəyyən qədər dinamikdir və tez-tez dəyişikliyə məruz qalır. Və bu əsasən aşağı limiti əhalinin fizioloji qabiliyyətə malik olması ilə müəyyənləşdiyi halda, yuxarı yaş həddini biz sağlamlığa malik olması ilə müəyyənləşdiririk və pensiya təminatı ilə nəzərdə tutulur. Bu da müxtəlif ölkələrin sosial-iqtisadi inkişaf göstəricilərindən asılı olaraq hər bir ölkə üzrə fərqlidir. Və burada gördüyünüz kimi, məsəl üçün Rusiyada 16-59 yaşlı kişilər, 16-54 yaşlı qadınlar, Azərbaycanda 15-65 yaşlı kişilər, 15-64 yaşlı qadınlar, Gürcüstanda 16-64 yaşlı kişilər, 16-59 yaşlı qadınlar daxildir və bu ölkələr üzrə fərqli şəkildədir. Və bizim ölkəmiz üçün də bu rəqəmlər dəyişikliyə məruz qalır. Bunu burada görə bilərik və ümumiyyətlə kişilər üzrə pensiya yaşının biz dövrünü müşahidə edə bilirik. Ümumiyyətlə aydın olur ki, 2017-ci ildən 2026-cı ilə qədər olacaq əsas pensiya yaş dövrü 65 il müəyyənləşdirilmişdir. Qadınlar üçün isə 63 il müəyyənləşdirilən yaş həddi 2026-cı ildə 65 il, yəni hər il, hər 6 aydan bir artırılmaqla müşahidə olunur. Və dediyimiz kimi bu ölkələr üzrə müəyyən dəyişikliyə məruz qalır. Bunun göstəriciləri isə əsasən nə ilə müəyyən olunur? Ölkələrin əhalisinin inkişaf səviyyəsi ilə müəyyən olunur, eyni zamanda onların orta ömür səviyyəsi ilə müəyyən olunur. Məsəl üçün, Afrika dövlətlərində orta yaşın 40-50 yaş olmasını əsas götürərək, buradakı pensiya yaşının 50 yaş müəyyən olunması, inkişaf etmiş dövlətlərdə isə Danimarkada, İsveçdə 67 yaş, Norveç, Yaponiya, Finlandiya, Almaniya kimi ölkələrdə isə bunun hətta 70 yaşa qədər qaldırılması müşahidə olunur. Biz əmək ehtiyatlarını hansı kateqoriyaya görə müəyyənləşdiririk? Əmək ehtiyatlarını əsas, bayaq dediyimiz kimi, 2 kateqoriya əsasında müəyyənləşdiririk ki, bunlar əmək qabiliyyətli, yaşlı əhali, bunların içərisində birinci və ikinci qrup əlillər, belə güzəştli şərtlərlə təqaüd alan işləməyən şəxslərin əmək qabiliyyətli əhali sırasından çıxması, eyni zamanda ikinci kateqoriyada əmək qabiliyyətli yaşlı əhalinin əsas hissəsi və o cümlədən işləyən yeniyetmələr, yəni bu 16 yaşına kimi nəzərdə tutulub, eyni zamanda işləyən təqaüdçülərin sayı ilə müəyyən olunur. Və eyni zamanda əmək ehtiyatlarını fərqləndirən əsas 2 kateqoriya da vardır ki, bunlar onların kəmiyyət və keyfiyyət göstəriciləridir ki, ölkələrin təsərrüfatın sahə və ərazi strukturunun yerləşməsində əsas qüvvə hesab olunur. Burada kəmiyyət göstəriciləri dedikdə biz nəyi nəzərdə tuturuq? Əmək ehtiyatlarının kəmiyyət göstəriciləri o da 2 qrupa ayrılır və bunlardan biz deməli, birincini müəyyənləşdirərkən burada əmək ehtiyatlarının sayı, ikincidə isə deməli, onların
məhsuldarlığı, yəni iş müddətindəki məhsuldarlığı və iş prosesindəki saatların miqdarı ilə müəyyən olunur. Keyfiyyət göstəriciləri isə dedikdə, əmək ehtiyatlarının müəyyən sağlamlığa, fizioloji qabiliyyətə malik olması, ikinci olaraq isə onun peşə və ali təhsil səviyyəsi nəzərdə tutulur. Burada isə ölkəmizdə deməli müəyyən etdik ki, deməli əmək ehtiyatlarının sayında əsas əmək qabiliyyətli əhali yer tutur və bunların içərisində iki qrup var ki, iqtisadi cəhətdən fəal əhali və iqtisadi cəhətdən passiv əhali. İqtisadi cəhətdən fəal əhalinin tərkibinə hansılar daxildir? İşsizlər və işləyənlər daxildir. Burada deməli, işsizlərin tərkibində isə gördüyünüz kimi biz nəyi əsas nəzərdə tuturuq? Ümumiyyətlə bunun növləri də vardır. İşsizlik dedikdə iqtisadi cəhətdən fəal əhalinin özünü işlə təmin edə bilməyən hissəsi nəzərdə tutulur və bu günümüzün əsas sosial-iqtisadi hadisəsi olmaqla deməli eyni zamanda makroiqtisadi problemlərdən biridir. Və deməli işsizliyin müəyyən növləri vardır ki, bunlara əsasən daxil olanlar struktur işsizlik, friksion işsizlik və dövrü, yəni sikl işsizlik aiddir. Biz burada friksion işsizliyi nəzərdə tutarkən kimləri nəzərdə tuturuq? Bunlar ümumiyyətlə iş axtarır və buna baxmayaraq hələ də istədikləri işə nail olmayan bir qrup təbəqəni əhatə edir. Eyni zamanda struktur işsizlik dedikdə isə ölkədə istehsalın strukturunun dəyişməsi, yaxud işçinin onun tələblərini ödəməməsi şəraitində yaranan işsizlik nəzərdə tutulur. Digər bir işsizlik isə dövrü işsizlikdir, sikl işsizlikdir ki, bu işsizlik qrupuna daxil olan əhalidə isə ümumiyyətlə sənayenin tənəzzülə uğraması nəticəsində yaranan işsizlikdir və bu artıq iqtisadi böhranlara səbəb olur. Lakin struktur və friksion işsizlikdə bunlar təbii böhran hesab olunur. Burada ölkəmizdə də, yəni bunu xüsusilə qeyd eləməliyəm ki, biz işsizlik dedikdə nəyi əsas ölkələr üzrə nəzərdə tuturuq? Əslində bu makroiqtisadi problem olmağına baxmayaraq, eyni zamanda onu qeyd etmək lazımdır ki, ölkə əhalisindəki deməli əmək ehtiyatlarının tamamilə məşğulluq səviyyəsinin tam olması da bəzi problemlərə də hətta səbəb ola bilir. Belə ki, bu biz uzun müddət öz dövlətimizin ərazisində də bunu müşahidə elədik, xüsusilə Sovetlər dövründə. Belə ki, əhalinin həmin dövr üçün işləməyən işləməsi ümumiyyətlə tam məşğulluq zəruri hesab olunurdusa, biz bazar iqtisadiyyatına keçdiyimiz dövr ərzində isə müəyyən müddət sənaye müəssisələrində, hətta köhnə istehsal prosesinə malik olmasına baxmayaraq, bunların dəyişdirilməsi belə zəruri hesab olunmurdu ki, oradakı işsizlər işlə tam təmin olunsunlar. Lakin bu günümüzdə artıq rəqabət prosesinə çevrilmişdir ki, bu da ölkənin inkişafını müəyyən qədər təmin edən göstəricidir. Lakin ümumiyyətlə bunda xüsusilə vurğulamağa ehtiyac var ki, bu işsizlik səviyyəsi ölkəmizdə ümumiyyətlə gördüyünüz kimi rüblük müddətdə deməli, işsizlik səviyyəsinin dəyişməsini burada müşahidə edə bilirsiniz. Deməli, işsizliyin səviyyəsinin necə dinamik şəkildə aşağı düşdüyü müşahidə olunur. Bunun üçün bir neçə cədvəllər vardır ki, məşğulluq səviyyəsi Azərbaycan üzrə dərəcəsidir və burada gördüyümüz kimi, deməli, buna da əsas təsir edən əsas amil bildiyimiz kimi dövlət proqramları çərçivəsində yeni iş yerlərinin yaradılması olmuşdur ki, bu da ölkəmizi işsizlik səviyyəsinin aradan qaldırılması üçün əsas proses olmuşdur və məşğulluq səviyyəsinin qaldırılmasına zəmin yaratmışdır. Belə ki, 2012-ci ildən 2020-ci ilə qədər gördüyümüz kimi məşğul əhalinin sayı artmış. Eyni zamanda 2020-ci illərdə artıq bu müəyyən qədər pandemiyanın da təsiri ilə azalmağa məruz qalmış, sonradan yenə də öz vəziyyətini stabilləşdirməyə başlamışdır. Burada da həmin proses aydın şəkildə müşahidə olunur və burada da eyni mənzərəni görə bilirsiniz. Məşğulluq səviyyəsi. Burada da həmçinin. Və burada müasir dövrümüz üçün ümumiyyətlə dünyada əmək ehtiyatlarının qeyri-bərabər paylanması müşahidə olunur təbii ki. Bu, inkişaf etmiş ölkələrdə dünya əmək ehtiyatlarının yalnız 16% cəmləşmişdir. Bu, əsasən inkişaf etmiş olan ölkələrin payına düşür. Bu ölkələr Cənub Asiya, Cənub-Şərqi Asiya,
eyni zamanda Şərqi Asiya və Afrikanın payına düşür. Azərbaycan üzrə isə məşğulluqla bağlı əsas göstəricilər müasir dövrümüz üçün bunlardan ibarətdir. 2025-ci il üzrə ölkədə məşğul olma nisbəti 15 yaşdan yuxarı əhali üçün təxminən 65% təşkil edir. 2022-ci ildə məşğul olan insanların sayı təxminən 5 milyona yaxın olmuşdur. 2024-cü il üçün də modelləşdirilmiş nisbət təxminən 59,4%-dir ki, gördüyümüz kimi onda artım müşahidə olunmuşdur. Deməli, burada da Azərbaycanda əhalinin 10 illik səviyyə üzrə məşğulluq səviyyəsinin necə dəyişilməsinin fərqli bir analizidir. Burada onlar həm faiz üzrə, həm də eyni zamanda əhali üzrə göstərilmişdir. Və burada aydın olmuşdur ki, sabit iqtisadi dövrlər, qeyri-neft sektorunda artımlar, kiçik sahibkarlıqda aktivlik, yəni 2020-ci ilə qədər əsas təsir edən turizmdir, əmək bazarındakı sabitlikdir. Bunlar xüsusi təsir eləmişdir. Lakin 2020-ci ildə gördüyümüz kimi pandemiyanın təsiri ilə azalma prosesi baş vermiş və 63,2%-ə düşmüşdür ki, bu da 1,7%-lik fərqi malikdir. Sonraki dövrdə yeni bərpa mərhələsi baş vermiş, yeni iş yerləri açılmış, postpandemiya dövründə yenidən artım prosesi müşahidə olmuş, iqtisadi sabitlik və artım prosesi olmuşdur. Burada isə proqnozlar müəyyən olmuşdur. Yəni, işsizliyin proqnozu göstərilmiş və 2023-2030-cu illər üzrə proqnozda müşahidə olunur ki, deməli, işsizliyin səviyyəsi 5,48%-dən 5,4%-ə qədər enəcəkdir və bu ölkə göstəricinə aiddir. Eyni zamanda, deməli, biz əmək ehtiyatlarından danışdığımız zaman əhalinin məşğulluğunu da xüsusi nəzərdə tutmalıyıq. Belə ki, burada əməyə münasibətə görə də onlar deməli, fərqli sahələrə bölünüblər. Bu sahələr nədən ibarətdir? Deməli, istehsal və qeyri-istehsal sahəsində çalışan əhali, eyni zamanda sənaye və kənd təsərrüfatında çalışan əhali, bu da ölkələrin sosial-iqtisadi inkişaf göstəricilərini müəyyənləşdirən əsas amillərdir. Belə ki, inkişaf etməkdə olan ölkələrin əhalisinin əsas hissəsi aqrar təsərrüfatla məşğul olması nəzərə alaraq kənd təsərrüfatında çalışanların sayı burada çoxluq təşkil edir. Xüsusilə bu Latin Amerikası, Afrika, Cənubi Asiya, Cənub-Şərqi Asiya kimi dövlətlərdə daha geniş yer tutur. İnkişaf etmiş dövlətlərdə isə qeyri-istehsal sahələrində, xüsusilə sənayedə çalışanların miqdarının çoxluğu müşahidə olunur. Lakin biz bunları struktur üzrə bölürüksə, inkişaf etməkdə olan ölkələrdə strukturun ilk yerində kənd təsərrüfatı, ikinci yerində xidmət, üçüncü yerində sənaye sektoru durur. Lakin inkişaf etmiş ölkələrdə isə bu göstəricidə əsas lider yeri deməli, qeyri-istehsal sahələri təşkil edir. Və burada da yenidən işsizlik səviyyəsinin təqribən nə qədər olduğunu müşahidə eləmək olur. Deməli, bayaq dediyimiz kimi, burada yenidən cəmiyyət parametrləridir göstərilənlərdə. Burada iqtisadi cəhətdən pasiv əhali də vardır ki, biz bayaqdan iqtisadi cəhətdən fəal əhalini əsas analiz edirdik. İqtisadi cəhətdən pasiv əhali dedikdə isə onun ümumiyyətlə işə düzəlməyə səy göstərməyən hissəsi nəzərdə tutulur. Və deməli, burada da eyni zamanda yenidən göstərilir ki, inkişaf etməkdə olan əhalinin əksəriyyəti qeyri-istehsal sahəsində işləyir, xidmət sahəsində çalışanların payının yenidən yüksək olduğunu göstərir və bunu burada rəqəmləri Böyük Britaniya, Almaniya, Belçika, Fransa və İsveçdə iqtisadi cəhətdən fəal əhalinin 40%-ə yaxını, deməli, ABŞ-da isə 50%-dən çoxu məhz bu sahədə çalışır. Qərb ölkələrində fəhlə sinfinin tərkibində bunlar burada mavi yaxalıqlar adlanırlar. Getdikcə daha aydın şəkildə onlar da özünü göstərir. Amerika kimi dövlətdə isə fəhlə və fermerlərin sayı cəmi 27% təşkil edir. Eyni zamanda digər bir problem isə əmək ehtiyatlarının tərkibində gender bərabərliyinin aydınlaşdırılmasıdır ki, bunu cins strukturu da mühüm cəmiyyət göstəricilərindən biri kimi hesab olunur. Kişi və qadınların say nisbəti ilə xarakterizə olunur. Ölkəmizdə bu nisbət demək olar ki, tarazlanmışdır. Bu 2015-ci ilin burada gördüyünüz göstəricidir ki, 51% əmək ehtiyatlarının kişilər, 49% isə qadınlar təşkil edir. Və eyni zamanda əsas keyfiyyət göstəricilərindən biri isə biz bayaq da qeyd elədik ki, savadlıq səviyyəsidir və burada müşahidə olunur ki, ölkə əhalisinin deməli
savadlıq səviyyəsi göstərilir və gördüyümüz kimi 35%-dən deməli aşağı savadlıq səviyyəsinə malik olan dövlətlər əsasən Afrika və deməli Cənubi Asiya bölgəsinə məxsusdur, regionuna məxsusdur. Eyni zamanda 35-50%, 50-60 yaxud 60-70% bunlardan aşağı olan hissələri yenə də Afrika, Mərkəzi Amerika, eyni zamanda deməli Cənubi Asiya, Cənub-Şərqi Asiya bu kimi dövlətlərin payına düşür və savadlıq səviyyəsinin yüksəklik dərəcəsinə görə əsasən Şimali Amerika ölkələri və Avropa bölgələri, Avstraliya xüsusi yer tutur. Belə qeyd edək ki, Azərbaycanda əmək bazarı və onun tənzimlənməsinin iqtisadi problemlərinə aid bir çox alimlər tədqiqat aparmışlar. Bunlardan əsas yer iqtisadçılar və coğrafiyaçılar tutur. Bu da Səmədzadə, Şahbaz Muradov, Əli Rzayev, Quliyev, sonra Əzizova, Əhmədov, Muradov və digərlərin əsərlərində bu barədə geniş məlumatlar almaq olar. Deməli, ən böyük problemlərdən biri də əmək bazarında əməyin təklif və tələb arasındakı tarazlığın pozulmasıdır ki, məhz bu işçi qüvvəsinin mobilliyin artırılması, ölkə üzrə işsizliyin səviyyəsinin proqnozlaşdırılması və sair kimi prioritetli problemləri məhz kəmiyyət və keyfiyyət təhlilinə əsaslanan ekonometrik tədqiqat metodları tətbiq etməklə aradan qaldırmaq olar ki, bu da iqtisadi inkişaf strategiyalarına əsaslanmalıdır. Deməli, burada artıq bu məqsədlə müəyyən vəzifələr müəyyən edilmişdir ki, bunların aradan qaldırılması üçün əsas problemlər nələrdir və onların aradan qaldırılması üçün həll yollardır. Deməli, ümumdünya maliyyə böhranı şəraiti uzun müddət bütün dünyanı narahat etmişdir və Azərbaycan Respublikasının əmək bazarına əmək münasibətləri sistemi kimi yanılaraq onun 5 əsas ünsürünü aydınlaşdırmağa çalışmışıq. Əmək bazarının mürəkkəb, dinamik və stoxastik təbiətli iqtisadi kibernetik sistem kimi yanaşaraq onu xarakterini açıqlamaq və optimal davranış və inkişaf strategiyalarının müəyyən edilməsi məsələlərini formalaşdırmaq, əmək bazarının tədqiqi və proqnozlaşdırılması məsələlərini həlli fonunda ekonometrik modelləşdirmə metodunun imkanlarını müəyyənləşdirmək, əmək bazarında işsizliyin səviyyəsinə və yeni iş yerlərinin açılmasına təsir edən amillərin müəyyən edilməsini qiymətləndirmək, ekonometrik yanaşma əsasında Azərbaycanda əmək bazarı göstəricilərinin ümumdaxili məhsula təsirinin kəmiyyət xarakterini müəyyən etməkdir və digər bir neçə həlli yolları vardır. Və xüsusilə vurğulamaq lazımdır ki, bugün ölkəmizdə ən böyük problemlərdən biri deməli, bazar iqtisadiyyatına bir növ keçid şəraitində əmək ehtiyatlarının regionlar üzrə bərabər paylanılmasını təbii ehtiyatlara əsaslanaraq müəyyənləşdirmək və bunun aradan qaldırılması üçün sosial-iqtisadi problemlərin aradan qaldırılmasına səy göstərməkdir. Sağ olun, təşəkkür edirəm.